Hörmətli həmkarlar və hörmətli abituriyentlər, bugün biz sizlərlə birlikdə növbəti üsi situasiyaların izahına baxacağıq. Bu üsi 9 olmalıdır. Bir də üsi 10 izahını verəcəm birazdan. Deməli, əvvəlcə üsi 9 ilə başlayırıq. Birinci sualda gəlin görək bizə nə deyir. Bizə belə deyək də şəkil verib. Deyir ki, hansı ki X mol azot, amonyak və hidrogendən ibarət olan qaz qarışığı. Deməli, bizim əlimizdə qaz qarışığı var. Qaz qarışığımız X moldur. Qaz qarışığının üzərinə qaz qarışığı azot, amonyak və hidrogendən ibarətdir. Deyir, qaz qarışığının üzərinə H-klor əlavə edən zaman qaz qarışığı mol miqdarı 10% azaldı. İndi aydın məsələdir ki, qaz qarışığı ilə burada reaksiya daxil ola biləcək maddəmiz olacaq amonyak. Daha doğrusu qaz qarışığında H-klor ilə reaksiya daxil ola biləcək maddəmiz amonyak olacaq. Niyə? Çünki H-klor amonyakla reaksiya girə bilər. Nə azotun, nə də hidrogenin amonyakla reaksiyasını bilmirik. Və gəlin amonyakın H-klorla reaksiyasını yazıb əmsallaşdıraq. Bilirsiniz ki, amonyakla H-klor reaksiya daxil olanda amonyum xlor əmələ gəlir və reaksiya 1:1 nisbətində həyata keçirilir. Reaksiya üçün götürülmüş H-klorun mol miqdarını gəlin tapaq. S bərabərdir nü bölünsün V, nü də bərabərdir SV düsturuna görə nü H-klor, yəni H-klorun mol miqdarını tapmaq üçün onun molar qatılığını, yəni 1 moları vurarıq məhlulun həcminə, yəni S-i vurarıq, məhlulun həcmi 500 ml-dirsə buna 0,5 litr deyəcəyik. Deməli, reaksiya üçün götürülmüş H-klorumuz 0,5 moldur. İndi siz bilirsiniz ki, 0,5 mol H-klor, 0,5 mol amonyakla reaksiya daxil olacaq. Onda belə çıxır ki, ilkin X mol azot, amonyak, hidrogendən ibarət olan qarışıq var. Onun deməli 0,5 molu amonyakdır, amma yenə də əlavə amonyak var və hələ dəqiq bilmirəm. Amma dəqiq bilirəm ki, 0,5 mol amonyak hal-hazırda gördük var. Amma ola bilər ki, bir qədər artıqdır. Çünki H-klorun bir qismi ola bilər ki, daha doğrusu amonyakın ola bilər ki, bir qismi H-klorla gedib, bir qismi də artıq qala bilər. Burada bir problem yaşamırıq. İndi amma dəqiq bilirik ki, X-in içərisində 0,5 amonyak var və əlavə də ola bilər. Hələ düşünürük. Sonra deyir ki, prosesin sonunda qalan qaz qarışığı, yəni bu belə deyək də, indi gəlin belə deyək, qaz qarışığının ümumi mol miqdarını hesablayaq. Bizə deyir ki, qaz qarışığı üçün 0,5 qaz qarışığının içində 0,5 mol deməli amonyak H-klorla reaksiyaya giribdir. Çünki yenə deyirəm, H-klor 0,5 isə bu uyğun olaraq 0,5 amonyakla gedəcək. Demək ki, bu reaksiya sərf olunmuş 0,5 mol amonyak ilkin qaz qarışığının 10%-ni təşkil edir. Niyə? Çünki deyir ki, qaz qarışığı H-klorla reaksiyaya girən zaman qarışığın həcmi 10% azaldı. Həcm deyəndə mol kimi düşünə bilərik və qaz qarışığının mol miqdarı 10% azaldı deyirlər, lap yaxşı. İndi qaz qarışığının reaksiya daxil olan mol miqdarı 0,5 mol amonyak ilkin qaz qarışığı 10%-ni təşkil edirsə, o zaman gəlin görək 100% qazımız neçə mola bərabərdir? Buradan qaz qarışığının ilkin mol miqdarının 5 mol olduğunu tapırıq. İndi 5 mol qaz qarışığımız var. Bunun içində 0,5 mol amonyak var. Ola bilər bir qədər də amonyak var. Əlavə olaraq azot və hidrogen mövcuddur. Sonra bizə deyir ki, burada azotun mol payı 30%-dir. Yəni ilkin qaz qarışığı 5 molsa 5 molun 30%-i 5-i 30-a vurub 100%-ə bölürük. Edir 1,5 mol. Deməli ilkin qaz qarışığında 1,5 mol azot mövcuddur. İndi yerdə qalanı düşünərsiniz ki, 1,5 azot, 0,5 molda amonyak var. Onda belə çıxır ki, 3 mol hidrogendir. Xeyr. Hələ bunu belə düşünmürük. Niyə? Çünki deyir ki, prosesin sonunda qalan qaz qarışığı, yəni prosesin sonunda nə qalıbdır? Deməli, belə deyək də, H-klorla reaksiya daxil olub amonyak, amonyum xlorid yaranıbdır. Prosesin sonunda qalan qaz qarışığı deyəndə azot və hidrogen, çünki azot və hidrogen H-klorla reaksiya girməmişdi və ola bilər ki, amonyak bir qədər də artıq olub. O da ola bilər sistemdə sonunda qaz qarışıq şəklində qalsın. Deyir, prosesin sonunda qalan qaz qarışığı yanması. İndi biz bilirik ki, azot zaten oksigəndə yanmaz. Amma yanar hidrogen. Hidrogen oksigəndə yana bilər. H2O2 ilə reaksiya daxil olub H2O əmələ gətirəcək. 2 mol hidrogen, 1 mol oksigenlə 2 mol H2O yaradacaq. Burası aydın məsələdir. Deyir ki, prosesin sonunda qalan qaz qarışığı yananda deməli tam yandırılır. Yəni tam yanma o demək ki, yəni qarışığında hidrogen var, tam yanacaq, daha hidrogenden qalmayacaq. Azot yana bilmir. Ola bilər ki, amonyakdan artıq qalıb o da yanıbdır, amma nə qədər artıq qalsa o hamısı yanacaq. Çünki deyir ki, tam yanmasından. Tam yanma prosesi başa çatandan sonra yanma kamerasından su buxarı və 2,5 mol Y qazından ibarət olan bir qarışıq qaldı. Deməli, su buxarı olubdur, bir də 2,5 mol Y qazı olub. İndi biz bilirik ki, hidrogen oksigəndə yananda su əmələ gətirər. Hidrogen tam yanıbsa, sonda hidrogen qalmamalıdır. Su buxarını deyir, əlavə olaraq bir Y qazından danışır. Demək ki, bu Y qazımız amonyakın yanmasından alınan qazdır. Çünki azot oksigəndə yana bilmir. Demək, amonyak oksigəndə yanıb yeni bir Y qazı əmələ gətiribdir ki, əmələ gələn bu Y qazı söhbət gedir burada. Yəni, yeni bir qazdan söhbət gedir. Demək ki, başa düşdük ki, amonyak 0,5 mol H-klorla reaksiya gedib. Ondan əlavə də hələ bizim əlimizdə
Biraz da amonyak artıq qalıb ki, bu amonyakı gətirib oksigəndə yandırıblar. Bilirsiniz ki, amonyak oksigəndə yananda azotla su əmələ gətirir. Əmsallaşdırsaq 4 amonyak, 2 azot yaradacaq. 3-dən 4-ün 12, 6 su əmələ gələcək və 3 mol da oksigen sərf olunacaq. Demək ki, İq qazı deyəndə azot qazından söhbət gedir və deyir ki, 2,5 mol İq qazı yarandı. Aha. İndi əvvəlcədən əlimizdə 1,5 mol azotumuz var idi. Sonda 2,5 mol İq qazından ibarət olan qarışıq qaldısa, deməli belə deyə çıxır ki, yeni əmələ gələn azot 1 mol olubdur. Niyə? Çünki yenə deyirəm, 2,5 mol Y qazı deyəndə azot qazı nəzərdə tutulur. 2,5 mol azot qazı sonda yaranıbsa, əvvəlcədən də 1,5 mol azot qazı əlində var idisə, çünki ilkin qarşıda 1,5 mol azot var idi axı. Deməli 1 mol azot qazı yenə əmələ gəldi. Hardan yarandı? Amonyakın yanmasından. Onda yazarıq ki, 2 mol azot 4 mol amonyakın yanmasından əmələ gəlirsə, onda biz də tapdıq ki, 1 mol yeni əmələ gələn azot var. 1 mol yeni əmələ gələn azot nə qədər amonyakdan yaranacaq? Təbii ki, 2 mol amonyakdan yaranacaq. Onda belə çıxır ki, əvvəlcədən 0,5 mol amonyakım var idi. 2 mol da amonyak indi gördüm ki, əvvəlcədən mövcud imiş deməli. Belə çıxır ki, ilkin halda 2,5 mol amonyakım var imiş. Bunun 0,5 mol H-klorla reaksiya sərf olunubdur. 2 mol amonyak sonradan yanıb 1 mol azot qazı əmələ gətiribdir. 1,5 mol azot əvvəlcədən var idi. İlkin qaz qarışığı 5 molsa, bunun 2,5 molu amonyak, 1,5 mol da azotdursa, onda belə çıxır ki, yerdə nə qədər qaldı? 2,5 ilə 1,5 cəm bizə verdi. 4 mol. Deməli, belə çıxır ki, 1 mol hidrogen sistemdə artıq 1 mol hidrogen də əvvəlcədən mövcud imiş. Çünki ilkin qaz qarışığı 5 moldur axı. Əgər ilkin qaz qarışığı 5 moldursa, mən buradan belə qənaətə gəlirəm ki, bu 5 molun 2,5 mollu amonyakdır, 1,5 mol azotdur. Deməli, 1 mol da hidrogen olubdur. Artıq demək olar ki, prosesi çözdük. Gəlin sualların cavablarını verək. Deyir, ilkin qaz qarışığında hidrogenin qazının mol payını tap. İlkin qaz qarışığında hidrogenin mol payını necə taparıq? Hidrogenin molu 1 moldur. İlkin qaz qarışığında 5 moldur. 1-i 5-ə bölüb 100%-ə vursaq, təbii ki, 20% alarıq. Bu oldu 20% hidrogenin mol payı. İlk qazının formulu və molekulda rabitə yaradan elektron sayını tap. İlk qazın azot qazı olduğunu bilirik. Azot qazı bu şəkildə yazılır. Molekul deyəndə bir ədəd molekuldan söhbət gedir. Bir ədəd molekulda azot arasında 3 rabitə görürük. Bilirsiniz ki, bir rabitəni 2 elektron yaradır. 3 rabitəni də 6 elektron yaradacaq. Rabitə əmələ gətirən elektronların sayı 6-ya bərabərdir. Amonyakın birinci proses zamanı reaksiya daxil olan hissəsini hesablayın. Amonyakın birinci proses zamanı reaksiya daxil olan hissəsini faizlə hesablasaq, ilkin qaz qarışığında 2,5 mol amonyak var. Onun 0,5 mol H-klorla reaksiya daxil olub. Onda burada amonyakın mol payını tapmaq, reaksiya daxil olmuş, birinci proses üçün sərf olmuş amonyakın mol payını tapmaq üçün, hissəsini tapmaq üçün 0,5-i bölərək 2,5-ə vurarıq 100%-ə. Bu da bizə verəcək nə qədər? Hardasa 20%. Buradan da doğru cavabı 20% tapdıq. İlkin qaz qarışığının orta molar kütləsini hesablayın. Yaxşı, gəlin M ortanı hesablayaq. M ortanı hesablamaq üçün nə edərəm? Deməli, ilkin qaz qarışığımız 2,5 mol amonyak olub. 2,5-i vurdum onun M-i 17-yə. Əlavə olaraq 1,5 mol azot olub. Bu 1,5 də vurdum 28-ə. Əlavə olaraq da 1 mol hidrogen olub. 1 də vurdum 2-yə. Böldüm bu qaz qarışığının ümumi mol miqdarı 5 mola. İndi 1,5-i, daha doğrusu 2,5-i 17-yə vurum. Hesablamamızı aparaq. Bir saniyə. Deməli, 2,5 əlimizdə amonyak var. Aha. M orta düsturunda bilirsiniz də, M1 nü1 üstəgəl M2 nü2 üstəgəl M3 nü3 bölünsün. Nü1 üstəgəl nü2 üstəgəl nü3 düsturundan istifadə elədim. 2,5 mol amonyak bizə verəcək 42,5 qramlıq kütlə. Üzərində 1,5 mol azot gəlsə, 1,5-i 28-ə vursam çox güman ki 42 eləyər. 1 mol hidrogen də 2 qramdır. Bölürəm bunu ümumi qaz qarışığı mol miqdarına. 40, yəni 5 mola. 42-nin üzərinə 42,5 gəlib, onun da üzərinə 2 gəlsəm, tapdığım rəqəmi də 5-ə bölsəm, deyəsən 17,3 elədi. Əgər doğru hesabladımsa, 17,3 qram bölünsün mola bərabər olacaq. Yəni bu da bizim orta molar kütləmizin hesablama düsturu oldu. Belə.